Marnoildə qızıl mağazasında atışma. Ata və oğul yaralandı. Gürcüstanın Azərbaycanlıların sıx yaşadığı Marnoil rayonunda ciddi silahlı insident baş verib. Ajansaz xəbər verir ki, atışma hadisəsi rayonun mərkəzi bazarında yerləşən qızıl mağazasında qeydə alınıb. Hadisə nəticəsində ata və oğlu ağır şəkildə yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb və təcili cərrahi əməliyyat olunublar. Həkimlərin verdiyi ilkin məlumata görə atanın vəziyyəti kritik olaraq qiymətləndirilir. Hadisədən sonra əraziyə polis əməkdaşları cəlb olunub, hüquq mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır. O cümlədən atəş açan naməlum şəxsin kimliyinin müəyyən olunması üçün mağaza və ətrafdakı müşahidə kameralarının görüntüləri incələnir. Silahlı insident Marnoildə yaşayan yerli sakinlər arasında böyük narahatlıq yaradıb, hazırda faktla bağlı istintaq davam edir. Hadisənin təfərrüatları hüquq mühafizə orqanlarının araşdırmasından sonra tam şəkildə açıqlanacaq. Qeyd edək ki, Marnoil rayonu Gürcüstanda yaşayan Azərbaycanlıların əsas yaşayış məntəqələrindən biridir və bu kimi insidentlər bölgədə ciddi rezonans doğurur.